Salam, hər vaxtınız xeyir. Bu gün Trackme'dən Basic Pen Testing labını işləyəcəyik. Gələk ilk olaraq maşınımızı işə salaq. Virtual maşın işə düşən kimi mən sizə Trackme haqqında qısa məlumat verim. Əgər siz etik hacker olmaq istəyirsinizsə və Red Team, yəni hücum tərəfinə yönəlmisinizsə, bu platforma sizin üçün çox yaxşı bir fürsətdir. Burada bir çox lablar var. Siz bu lablara hücum eləməyə çalışaraq öz praktiki bacarıqlarınızı inkişaf elətdirə bilərsiniz. Buradakı lablar asan, orta və çətin olaraq qruplara ayrılır. Biz bugün ilk videomuzu deyə asan olan Basic Pentesting labını seçmişik. Həmçinin bu lab Pentestə giriş labıdır. Siz bu labı eləyərək Pentestin ilkin anlayışlarını öyrənmiş olursunuz. Virtual maşın hələ də başlamayım. Mən o vaxta kimi VPN bağlantısı qurum. VPN bağlantısı qurmaq üçün bizə Trackme'dən yüklədiyimiz VPN faylı lazımdır. Həmin faylın olduğu qovluğa keçirəm və sudo openvpn yazaraq və daha sonra həmin VPN faylının adını yazaraq virtual maşınla VPN bağlantısı qururuq. Artıq virtual maşınımız da başlayıb. Gələk görək burada bizdən lab nə istəyir. İlk olaraq maşını işə salıb şəbəkəyə qoşulmağımızı istəyir. Bunu zaten elədik. Maşında çalışan servisləri tapmağımızı istəyir. Gələk bir dənə terminal açaq. Bu servisləri tapmaq üçün bizə mmap aləti lazımdır. Mmap sırf bunun üçün yaradılmış bir alətdir. Mmap yazıb daha sonra IP adresini yazırıq. Və mmap gedib bu IP'nin bütün portlarına sorğular yollayır və bu sorğulardan müsbət cavab verənləri gətirib bizə çıxardıb göstərir. Yəni bu IP'nin bütün açıq portlarını bizə göstərir. Bu açıq portları gətirib çıxardanda onlarda çalışan servisləri də həmçinin göstərir və biz burada hansı servislərin çalışdığını görə bilərik. İndi biz bunu tapdığımıza görə artıq bunu edildi deyə işarələyə bilərik. Sonraki tapşırıqda bizdən gizli qovluğun adını istəyir. Web serverdə. Web server 80-ci portda çalışır, HTTP servis altında. Bunun üçün gedək bu IP-də olan web sayta baxaq. Burada belə bir yazı ilə qarşılaşırıq. Gəlin bizdən labdan istənilən edək. Bizə Goldbuster aləti lazımdır. Goldbuster aləti web saytlara bir brute force sorğusu eləmək üçün yaradılmış bir alətdir. Bütün sözləri yoxlayaraq burada aktiv olan direktoriləri bizə gətirib çıxardıb göstərir. Bunun üçün biz birinci URL flagi ilə IP-ni verməliyik bura. Daha sonra word list flagi ilə isə hansı sözləri yoxlayacağını təyin eləməliyik. Deməli, discovery web content olduğunu yazaq. Bir bastır medium txt. Artıq Goldbuster aləti dediyim kimi gedib burada bu faylın içində olan bütün sözləri bir-bir yoxlayır bizim yerimizə və müsbət cavab verən direktorini gətirib bizə çıxardıb göstərir. Və artıq birini tapdı. Onu dayandıraq. Bizə də bu lazım idi. Gələk burada cavab hissəsində bunu yazaq və cavabı təqdim edək. Cavabımız düzgündür. Növbəti hissəyə keçmədən əvvəl gələk bu qovluğun içinə baxaq görək burada bu direktorda nələr var. Və slash yazıb development yazandan sonra enter basırıq. Və burada bizi iki fayl qarşılayır. Dev.txt-ni oxuyaq görək nə var. Burada biz görürük ki SMB konfigurasiya olunub və versiyası 2.5.12-dir. Burada iki dənə hərf diqqətimizi çəkir. K və J.
K hərfi və J hərfi yəqin ki, bu iki adamın bir-bir arasında işlətdiyi nickname'dir, qısa adlardır. Bunları nəzərimizdə saxlayaq, bizə lazım olacaq. Sonra JTXT-yə baxaq. Burada dediyim kimi bu iki adam bir-birinə mesaj yollayıb. Deməli K J-yə mesaj yollayır ki, bəs sənin parolun çox zəifdir və mən bunu çox tez bir zamanda qıra bildim. Parolu dəyiş tezliklə. Biz bunu nəzərimizə saxlayırıq. Deməli J-nin parolu zəifdir. Çox zəif bir parol qoyub və biz də bunu sındıra bilərik. Zaten baxanda labda da bizdən bunu istəyir. Brute force eləyərək istifadəçi adını və parolu tap. İstifadəçi adını necə tapa bilərik? İstifadəçi adını tapmaq üçün bizə enum for Linux aləti lazımdır. Bunu yazırıq, daha sonra IP-ni yazırıq. Artıq scan başlayır. Biz bunu eləyərək SMB üzrə scan edirik və bu alət bizim üçün gedib yararlı ola biləcək bütün məlumatları gətirib çıxardıb göstərir. Burada share name, yəni paylaşımın adını görürük. Anonymous paylaşımı var. Bu SMB-də olan bir boşluqdur, zəiflikdir. Bu boşluq ondan ibarətdir ki, biz istifadəçi adı yerinə anonymous yazıb, parolu boş qoyub sadəcə enter bassaq, sistemə daxil ola bilirik. Normalda bu bağlı olmalıdır. Bunun açıq olması yaxşı deyil. Burada bizə faydalı məlumatlar çıxardır. Məsələn, burada tətbiq olunan polisiyə görə, yəni siyasətə görə, parol siyasətinə görə minimum parol 5 simvoldan ibarət olmalıdır. Burada nəsə artıq tapıb. İndi istifadəçi adlarını tapmağa çalışır. Belə işlərdə səbir lazımdır. Çünki bu skanlar bəzən çox uzun vaxt çəkə bilər. Aha, burada 3 dənə istifadəçi tapdı. Bizim bayaq gördüyümüz 2 hərf var idi, K və J. Onlar artıq burada görürük ki, Kay və Jan imiş. Deməli, bunlardan istifadə etmək lazımdır. Parolu zəif olan istifadəçi Jan idi. Biz deməli Jana brute force edəcəyik. Çünki ən rahat parol ondadır. Çox asan bir şəkildə qıra bilərik. Bunun üçün bizə hidra aləti lazımdır. Hidra alətə də brute force istifadə olunur. Deməli hidra yazıb, trail yazıb, istifadəçi adını yazırıq. Jan. Daha sonra p yazaraq passwordu qeyd etməliyik. Burada yenə bunu işlədəcəyi faylı yazırıq. Sonra passwords yazaraq liquid, yəni sızmış databazaları yazırıq. Burada rock.txt var. Rock.txt-ni yazırıq. Rock.txt nədir? Onu izah etməmişdən əvvəl SSH-ı yazım. Birinci IP-ni yazmalıyıq. Sonra SSH. Enter basaq. Aha. İndi izah edə bilərik. Rock.u nədir? Rock.u deməli bir fayldır. Bu faylın içində 15 milyona yaxın parollar var. Bu parollar da sıradan parollar deyil. Əvvəlcədən sızmış və populyar olaraq istifadə olunan parollardır. Bu parolları biz buraya yazırıq. Hidra gedir yenə bunları bizim yerimizə bir-bir yoxlayır. İndi biz burada sadəcə gözləməliyik ki, hidra getsin. Jan istifadəçisi üçün düzgün parolu tapsın və gətirib bizə çıxardıb göstərsin.
Deməli, Hidro artıq parol tapdı. Parol Armando imiş. Parolu kopyalayaq. İndi biz SSH-la bura qoşulmağa çalışaq. Çünki artıq istifadəçi adını bilirik, onun parolunu bilirik. Artıq SSH-la serverə qoşula bilərik. SSH yazıb istifadəçi adını yazırıq. Daha sonra IP-ni yazırıq. Və indi buraya yes yazırıq. Deyək ki, bu serverə güvənirsənmi? Parol istəyir. Parol yerinə də tapdığımız parolu yazırıq. Və artıq Jan kimi serverin içindəyik. Birinci ls elə ilə baxaq görək içəridə nələr var. Belə bir fayl var. Amma bizim bu fayla baxmaq icazəmiz yoxdur. Ona görə nə edirik? Baxaq görək hardayıq. Buradayıq, olmayacam. Sudo L ilə baxa bilərik ki, biz sudo ilə hansı əmrləri çalışdıra bilərik. Gəlib yenə bizdən öz parolumuzu istəyir, onu qeyd edirik. Və görürük ki, sudo ilə heç bir əmri çalışdıra bilmərik. Sudo ilə əmri çalışdıran nə olur? Sudo ilə siz əmri root kimi çalışdıra bilərsiniz. Və bu da yoxdur. Nə edə bilərik? Olduğumuz yer homogen idi. Buradan bir addım geri gələk. İndi LSL ilə baxacaq nələr var burada. Bayaqki K hərfinin, yəni K istifadəçisinin burada olduğunu görürük. Və bizim bura girmə icazəmiz var. CD K eləyərək K-ya daxil oluruq. Ekranı təmizləyək. LS eləyək. Burada nələr var? Ətraflı bir LS eləyək. LS yanı elə yazanda daha ətraflı list eləyirsiniz. Burada olanlar. Burada bizə maraqlı gələn fayl pass.back-dir əslində. Amma bizim bu faylı oxuma icazəmiz yoxdur. Yəqin ki, burada password var. Biz bunu oxumalıyıq. Passwordun backup faylıdır. Sonra burada SSH var. SSH-a bizim girmə icazəmiz var. SSH bir qovluqdur. Buradakı D hərfindən onu bilirik. Bura daxil olaq. Normalda bura daxil olmaq bağlı olmalıdır digər adamlara. Amma açıq qoyublar. Bu əslində bir boşluqdur. İndi ls eləyək. Biz burada IDRS faylını görürük və yenə IDRS faylı bizə açıqdır. Biz bunu oxuya bilərik. Get id rs yazaraq faylın içinə baxırıq. Deməli, burada bir key görürük. Biz bu keyli kopyalayaq. Bu bizə lazım olacaq. Deməli, başlanğıc hissəsi buradır. Son hissəsi də buraydı. Xəttlər onu bildirir. Nədir bu key? Bu key vasitəsilə biz SSH-a parolsuz şəkildə qoşula bilərik. Sadəcə bu fayl vasitəsilə. Ona görə də bu fayl yaxşı qorunmalıdır, açıq olmamalıdır hamıya. Amma burada boşluq var və açıq qoyublar. Gələk burada yeni bir tab açaq. CD lab qovluğuna keçək. Burada touchla bir fayl yaradaq. Adı olsun id rsi 1. Əvvəlcədən də belə bir fayl var deyə 1 yazım. Nano id rsi yazırıq indi. Və biz bura kopyaladığımız şeyi yazırıq. İndi biz bu faylla qoşula biləcəyik, amma qoşulmayacağıq. Çünki burada encrypted yazsın görürük. Yəni bu key özü də şifrələnib. Biz bunu daxil edəndə bizdən parol istəyəcək. Və biz bu parolu bilmirik. Ctrl X, yes, enter basıb
Save elədik. İndi elə eləyək birinci. Biz SSH ilə bu faylı yazanda qoşulmağa qoymayacaq. Çünki fayl digərlərinə də oxuma icazəsi olaraq verilib. Biz bunu bu oxuma icazəsini almalıyıq. Chmod 600 yazıb ID RSA 1 yazırıq. Bizim fayl buydu. Bu yazandan sonra artıq fayl sadəcə bizim tərəfimizdən oxuna bilər. Niyə bunu edirik? Çünki SSH yaxşı qorunur və SSH hamı tərəfindən oxuna bilən faylları qəbul eləmir. Deyir ki, bu fayl sadəcə sənin tərəfindən oxunmalıdır. Belə daha təhlükəsiz olur. SSH yazaraq burada i yazaraq bu faylın adını yazaq. Biz burada faylın bu key ilə qoşacağımızı bildiririk ID ilə, ID RSA ilə. Daha sonra istifadəçi adı yazmalıyıq. Biz burada artıq K istifadəçisi kimi qoşulduğumuz üçün K'ın adını yazırıq. Daha sonra IP'ni yazırıq. İndi enter basanda bizdən dediyim kimi parol istəyir. Bunu necə tapa bilərik? Bunu yenə brute force yolu ilə tapa bilərik. SSH to John deyə bir alət var. Biz bunu birinci John the Reaper aləti ilə qıracağıq. John the Reaper aləti ilə qırmaq üçün birinci biz bu key'i John the Reaper'ın başa düşə biləcəyi bir formata çevirməliyik. Bunun üçün də SSH to John aləti var. Bu alət vasitəsilə biz indi ID RSA 1 faylını çeviririk John'un başa düşə biləcəyi bir formata. Amma bunu bir fayla yazmalıyıq. Faylın da adı olsun John 1 olsun da. Artıq elə seriyəndə burada John 1 deyə bir fayl gəlir. Buradadır. İndi John'la, yəni John the Reaper'la qısaca John yazılır. Wordis yazırıq. Bu Wordis'in artıq nə olduğunu bilirsiniz. Bu Wordis John'a hansı parolları yoxlayacağını göstərir. Biz buradan password hissəsinə gəlirik və sızmış databazalar və rock.txt. Artıq nə qalır? Bir də faylın adını yazmalıyıq. Faylın adı da John 1 idi. Enter basırıq və John parolu artıq qırdı. Parolumuz beeswax-dir. Bunu kopyalayaq. Bizə lazımdır. İndi biz SSH-ı harda qurmuşduq? Elə burada qurmuşduq. Tamam, bu əmrdir. Bu əmrin indi bir də qoşulmalı cəhd eləyək. Bizdən parol istəyir. Bu dəfə parol istəyəndə artıq parolu əldə eləmişik deyə bu parolu yazırıq. Artıq serverin içərisindəyik K istifadəçisi kimi. İndi nə edirik? Elə eləyək, görək nələr var. Biz buraları elədik, amma labın bizdən istədiklərini yazmadıq. What is the username? Tapdığımız username ilk olaraq Jan idi, onu yazaq. Parolu nə idi? Onu da yazaq, Armando idi, tapmışdıq. What service do you? Qoşulmaq üçün deyir, hansı servisdən istifadə elədin? SSH-dan istifadə elədik. Enumerate machine. Privesk eləmək. Privesk eləmək odur ki, bizim səlahiyyətimiz çatmayan bir istifadəçiyə, yəni səlahiyyəti bizdən çox olan bir istifadəçiyə yüksəlməyə çalışmaqdır və yüksəlməkdir privilege escalation. Bunu da elədik. K'ın fayllarına bizim istifadəmiz çatmırdı. Bizdən daha səlahiyyətli istifadəçi idi. Bunu da aradan biri bizdən daha səlahiyyətli olduğunu. Gəlik bura sudo l yazırıq. Sudo l ilə dediyim kimi hansı əmrləri root kimi çalışdıra biləcəyimizə buradan baxa bilərik. Bunun burada parolunu istəyirəm K'ın. Bilmirik parolunu. Hardan öyrənə bilərik? Bayaq tapdığımız back faylı var idi. Onun için oxuyaq. Budur K'ın parolu. Bu həmçinin labın da cavabıdır. İndi sudo l yazaq yenə. Bir də parol hissəsinə bunu yazaq.
Burada all onu göstərir ki, biz bütün əmrləri istənilən istifadəçi kimi çalışdıra bilərik. Yəni root kimi də çalışdıra bilərik. Root da ən səlahiyyətli istifadəçi olduğu üçün biz artıq labı bitirmiş oluruq. Gələk bura cavab hissəsinə onu yazaq. Nə istəyir? Digər tapdığımız istifadəçi adı Kai idi. If you have found another user, bu məlumatı dinləyə bilərsiniz. Mən keçək. Root ola bilərik. Tapdığımız final, yəni sonuncu passwordu qeyd edirik. Labımız bitməlidir. Bunu check eləməmişik. Və budur, labı artıq bitirdik. Amma hələ məncə tam bitmiş sayılmır. Gəlin root olaq, sonra çıxaq. Burada görmüşdük ki, hər əmri çalışdıra bilirik bütün istifadəçilər kimi. Gələk bura sudo su yazaq. Enter basaq. Və artıq biz root olduq. ID yazanda, sonra whoami yazanda biz root olduğumuzu görürük. Və artıq sistemdə rootu bitirdik. Bizi izlədiyiniz üçün sağ olun. Bir də son olaraq sizə Discord serverimizi göstərmək istəyirəm. Yeni açdığımız bir serverdir və burada kiberlə əlaqəsi olan, kiberlə marağı olan, kiberin həvəskarı olan bütün insanları bura yığmaq istəyirik. Məqsədimiz bir yerdə öyrənməkdir. Burada gəlib chatdə danışa bilərsiniz. Bilmədiyiniz sualları bizə və yaxud digər istifadəçilərə verə bilərsiniz. Həmçinin burada görürsünüz ki, səsli kanallarımız var. Həftədə ən azı bir dəfə CTF-lər həll olunur canlı şəkildə. Mənim isə normalda çəkdiyim CTF canlı olaraq burada da həll olunub. İştirak edə bilməyən istifadəçilər üçün mən rekord almaq istədim ki, onlar da izləyə bilsin. Rekordlar da YouTube kanalında yerləşdiriləcək. Amma yox, siz əgər canlı olaraq CTF-ləri izləmək istəyirsə və məsələn CTF-ə baxan zaman sualınız yarandı, sual vermək istəyirsə, gəlib Discord serverimizə qoşulub buradan bizə suallar verə bilərsiniz və yaxud da chatdən kiberlə bağlı ağlınızda olan bir sual və yaxud bir kömək ehtiyacınız varsa, nəsə bir sualınız varsa, gəlib hamısını chatdən yaza bilərsiniz. Discord serverində linkini videonun aşağısında yerləşdirəcəm.